Hörmətli izləyicilərim, bugünkü təqdimatım 40 üstəgəldir. Yəni, ferma ilə, əkin-biçinlə, təsərrüfatla məşğul olan insanlar üçün maraq dairəsində olan bir təqdimat sizə təqdim edirəm. Bu gördüyünüz ərazi nə az, nə çox, bildiyimiz bir rayon qədər ərazidir, 50 hektar. Ağlınıza gələn Liboy rayonu bir də ərazisini fikirləşin. Bəli, sizə bir rayon təqdim edirəm o həcmdə. Bakıdan, şəhərin mərkəzindən 40 kilometr məsafədə Bakı-Quba yolunun tam kənarında bu təsərrüfat sahəsi satıla bilər, sahibinə pul lazımdır. Alıb özlərini icarəyə də verə bilərsiniz. Belə yaxşı xasiyyətli adam olsa, şərik də işləyə bilərəm. Sahibinə kəş, nəq şəkildə pul lazımdır. Ona görə illərlə qurub yaratdığı, öz zəhməti ilə, dırnağı ilə bu təsərrüfatı təcili dəyərindən ucuz satır. Təqdimata başladıq, açılışı elədim. İndi sizə detallı şəkildə hamısını göstərim. Bura heyvanların kökətmə ambarıdır. 500 heyvan burada tutumu var buranın. Belə təsərrüfatın ola, amma texnikan olmuyor. Qalsuqsuz kostyum kimi düşünün. Burada hər şey var, dəyərli izləyicilər. 3-4 dənə traktor, kombayn, adını mən bilmirəm də, mən başım çıxmır. Amma burada hər şey vardır, yəni zakonlu bir təsərrüfatdır. Hörmətli izləyicilər, belə bir təsərrüfatda təbii ki, işçilər olur, işçilərin də evləri olur, qalırlar. Burada bir neçə belə tikililər var, işçilər üçün, içində yaşayırlar, nəzarət edirlər. Bir də sahibinin, indiki sahibkarın öz şəxsi evi var. Altı bazar şəhərdən gələndə oturub orada baxır. Bundan əlavə işlərə baxır. Buranın 24 saat mühafizə eləyən, müşahidə eləyən kamerası var ki, kadrdan da onu görürsünüz. 50 hektarın bir hissəsini sizə təqdim edirəm. Bu gördüyünüz geniş ərazi və orada heyvanlar da hamısı bu təsərrüfata aiddir. 50 hektar bu kənd təsərrüfatının, bu əkinçilik sahəsinin dəyəri 1.950.000 AZN təşkil edir. Hörmətli izləyicilərim, sənədi isə tam çıxarışdır. Başqa nə sualımız olsa, birbaşa mənimlə telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz. Kimə maraqlıdırsa, Allah xeyrini versin. Sağ olun, var olun.